Qubaltıdan olub qurbaltını görməmək mənim üçün təsir edici bir şeydir. Bu qələbədə iştirak etmək, tarixi bir anlarda döyüşmək mənim üçün yadda qalan və silinməz izlərdir. 2019-cu ildən dəmir yollarında çalışıram. Burada gördüyüm iş ölkə daxili qatarların, eləcə də şəhər ətrafı sərnişin qatarlarının təyin olunması, onların ləğv olunması, yeni marşrutların açılması və bu barədə təkliflər hazırlamaq və bu işi tətbiq etmək. Mən artıq müharibə başında bilirdim ki, məni çağıracaqlar. Çünki mən iyul döyüşlərində milli qəhrəman Polad Həşimov şəhid olduğu vaxtda mən könüllü yazılmışdım. Mən müharibəyə ilk yola düşdüyüm vaxt gecə vaxtı idi. Həmin vaxtı mən əslində gecə növbəsinə getməli idim. Zəng vurub rəhbərlərimə xəbər verdim ki, artıq mən müharibəyə gedirəm. İllərlə bu anı gözləyirdim. Çünki özüm də məcburi köçkünəm, özüm də Qubaltlıdanam. Yəni atam da müharibə iştirakçısıdır. Qubaltıdan olub qurbaltını görməmək mənim üçün təsir edici bir şeydir. Və bu qələbədə iştirak etmək, tarixi bir anlarda döyüşmək mənim üçün yadda qalan və silinməz izlərdir. Bir Azərbaycan vətəndaşı olaraq və dəmir yolları işçisi olaraq müharibədə iştirak etmək, qələbə qazanmaq mənim üçün çox qürur vericidir. Müharibədən sonra yenidən dəmir yollarına qayıtdım və bu da vətənə xidmətin davamı kimi mən bunu qəbul edirəm. Mən dəmir yolçuyam.